Məşhur bir bloger ilk milyonun mövzusunda təlim satır. Başqa bir bloger isə onu tənqid edir. Deyir ki, ömür boyu maaşı işləyən, milyonçu olmayan insan necə milyonçu olmaq barəsində təlim keçə bilər? Bu sözlərdə məntiq var. Amma gəlin məsələyə başqa tərəfdən də baxaq. İnsan başqalarına nəyisə öyrətmək üçün mütləq özü həmin zirvəyə çatmalıdırmı? Məsələn, Jose Mourinho heç vaxt böyük futbolçu olmayıb, amma futbol tarixinin ən uğurlu məşqçilərindən biri hesab olunur. Arrigo Sacchi isə ümumiyyətlə peşəkar futbolçu olmayıb. Hətta məşqçi olmamışdan əvvəl ayaqqabı satırdı. Buna baxmayaraq, futbol tarixinin ən güclü komandalarından birini qurdu və onun məşhur bir sözü vardı. Yaxşı çıdırçı olmaq üçün at olmağa ehtiyac yoxdur. Michael Faraday universitet təhsili almamışdı. O kitab cildəyən işləyirdi. Amma sonradan tarixə düşən ən böyük fiziklərdən biri oldu. Thomas Edison demək olar ki, məktəbdə oxumayıb, amma dünyanın ən məşhur ixtiraçılarından birinə çevrildi. Steve Jobs mühəndis və proqramçı deyildi, amma texnologiyanı elə başa düşürdü ki, Apple-ı dünyanın ən dəyərli şirkətlərindən birinə çevirdi. İndi isə başqa bir nümunə. Ronald Reed ömür boyu yanacaq doldurma məntəqəsində təmizlik işçisi kimi çalışıb. Nə böyük biznesi olub, nə də yüksək maaşı. Amma intizamlı investisiya etdiyi üçün vəfat edəndə məlum oldu ki, təxminən 8 milyon dollar sərvət toplayıb. Deməli, məsələ insanın özünün milyonçu ya biznesmen olmağında deyil. Əsas məsələ budur ki, o bu yolu anlayırmı? Onu başqasına izah edə bilərmi? Onun biliklərinin, işlədiyinin sübut edən nəticələri varmı? Çünki məşhur futbolçu olmaq hələ güclü məşqçi olmaq demək deyil. Böyük biznesmen olmaq da hələ yaxşı müəllim olmaq demək deyil. Bəzən sistemi yaxşı başa düşən, səhvləri analiz edən və biliklərini düzgün ötürə bilən insan başqalarını özündən də böyük uğurlara çatdıra bilir. Milyonçu olmamaq insanın maliyyə haqqında danışmasına mane olmur. Amma arxasında heç nə yoxdursa, insanlara ümid satmaq düzgün deyil. Ona görə də hər hansı kurs almamışdan əvvəl təkcə bu adamın nə qədər pulu var deyə soruşmayın. Onun öyrətdiyi insanlar hansı nəticəni əldə ediblər sualını verin. Çünki əsl müəllim təkcə məqsədə çatan insan deyil, başqalarını da həmin məqsədə çatdıra bilən insandır.